Bir ifadə var da, biləcərdən o tərəfə çıxmamışam. Bəzən bunu zarafatla deyirlər, bəzən bunu elə həqiqi mənada istifadə edirlər. Biraz bu barədə danışacaq əziz dostlar. Məkanın yoxsa düşüncənin sərhədi vacibdir. Bir insanın düşüncəsini bilmək istəyirsənsə, müəyyən qədər onun yaşadığı və özünün şəxsi otağına baxmağın kifayət edir. Filologiya elmləri doktoru, professor, şair, publisist, Göyərçin jurnalının baş redaktoru Rafiq Yusifoğlu bizlə bərabərdir. Sabahınız xeyir olsun, Rafiq. Sabahınız xeyir olsun. Xoşunuz olsun. Dediyiniz sualdan onun sətraltı mənası mənə çox aydın oldu. Bildim ki, nəyi soruşursunuz. Hətta hansı cavabı verəcəyimi də gözləyirsiniz. Amma mən tamam fərqli düşünürəm. Fərqli düşünürəm o mənada ki, bu Biləcərdən o tərəfi görməmişik düşüncəsi məsəli. Nə vaxt yaranıb? O vaxt yaranıb ki, nəqliyyat yox idi. Nə idi? Biləcər də Bakıdan ayrılanda ilk dayanacaqdı. Ya ondan o tərəfə bizim ədəbiyyatımız keçmir, bizim mədəniyyətimiz keçmir, bizim düşüncə tərzimiz keçmir. Amma mən tamam fərqli düşünürəm. Fərqli düşünürəm o mənada ki, əlimin altında yetərincə məlumatlar var. Əgər doğrudan da bizim ədəbiyyatımız, mədəniyyətimiz, incəsənətimiz Biləcərdən o tərəfə getmirdisə, Amerikada Nizaminin əl yazmaları nə gəzirdi? Nə gözəl. Dresdendə bizim Kitab-ı Dədə Qorqudun nüsxələri nə gəzirdi? Vatikanda onun nüsxələri nə gəzirdi? Almaniyada Friedrich Bodenstedtin sayəsində Mirzə Şəfi Vazihin məşhur olan şeirləri nə gəzirdi? Və mən bu bəyanada o deyilən sualın alt qatı ilə razılaşmıram. Amma İndi elə bir dövr zamanı yaranıb ki, dünyanın hər yerinə əlimiz çatır, dünyanın hər yerinə ünümüz çatır. Bizim elə gəlir ki, ən böyük sərvətimiz, ən böyük əsərimiz bizim balalarımızdır, övladlarımızdır. Əgər bu da müstəqilliyin sayəsində təbii ki, mümkün olub, əgər indi dünyanın istənilən böyük ölkələrində Azərbaycan uşaqları yaşayırlarsa, Azərbaycan uşaqları magistratura təhsili alırlarsa, Azərbaycan uşaqları doktorantura təhsili alırlarsa, onlar dünyanın ən bizim dildə, loru dildə deyirlər, bərk gedən universitetlərində işləyə bilirlərsə, bu o deməkdir ki, bizim şah əsərimiz dediyimiz o Biləcərdən çoxdan adlayıb keçib. Çoxdan adlayıb keçib. İkinci, başqa bir məsələ var. Sualınızın alt qatında var ki, bizim ədəbiyyat hiss eləyirəm də, bizim ədəbiyyat dünyada məşhur deyil. Tutaq ki, tək ədəbiyyat deyil ki. Qara Qarayev kimi dünyada bəstəkar var, müasir bəstəkar. Qara Qarayevi tanıyırlarmı? Rəşid Beybilov kimi məşhur müğənni var, səsi gözəl. Bülbül kimi məşhur vokal ustası var. Yox, tanımırlar, tanımamağa müəyyən səbəbləri var. Bizə özümüz lazımıq. Birinci növbədə özümüz lazım. Mən indi fikirləşirəm, o sizin sualınızın alt qatını fikirləşirəm də, Biləcərdən o tərəfə söhbəti var. Mən sizdən soruşuram, siz də cavanlarsınız. Biləcərdən bu tərəfdə nə tərdir? Heç bizim ədəbiyyatımızı, mədəniyyətimizi, incəsənətimizi tanıyırlarmı? Bu sualla sizə müraciət eləmək istəyirəm. Təbii ki, yox. Təbii ki, yox. Deməli, dövr dəyişir, zaman dəyişir, məkan dəyişir. Allah'a şükür, dünya bir ovuc olub internetin sayəsində, televiziyanın sayəsində. Bizim məşhur vətənpərvər bir şairimiz olub, Məhəmməd Hadi. O ağrı ilə, vaxtı ilə deyirdi ki, demək, imzasını qoymuş milləl övraqı həyatə. Yox, millətimin xətti bu imzalar içində. Mən o vaxt ona bir şeir yazmışdım. Məzmunu bu da elə sizin sualınızın cavabı, ona görə deyirəm müəyyən misralar. İmzam yoxsa imzaların içində. Mənim dərdim araz olub çağlayar. Mənim imzam öz qüdrətli çiynində dünənimi, bugünümü saxlayar. Xətainin qüdrətinə bələdəm, boşalmayıb kəhərinin törpüsü, namərd əllər pozanmayıb hələdə. Mənim imzam Xudafərin görpüsü. Mənim imzam Təbriz, Qarabağ, Gəncə, mənim imzam Qobustanın daşında, mənim imzam Qız qalası, Əlincə, mənim imzam tarixin yaddaşında. Düşmənimin dar gününü gözlərəm, sevinərəm, tutar onu sancılar, məni görmək istəməyən gözlərəm, mənim imzam bıçaq olub sancılar. Sərgimizə özgə quşlar dadanıb, təzə-təzə sevda gəzir başında, mənim imzam məni danan nadanın həkk olunub ocağının daşında. Bir gün tarix yapışacaq yaxamdan,
Kim salacaq bu işləri nizama? Evladımın damarında axan qan təmizdirsə, zavalı yoxdur imzama. Mən bunu niyə dedim? Evladımın damarında axan qan söhbəti var. Bəli. Bizim Azərbaycan övladları çox istedadlı övladlardır. İndi məsələnin bir başqa tərəfini də deyirəm sizə. Maraqlı bir tərəfdir. Maraqlı tərəf nədən ibarətdir? Biz deyirik Biləcərdən o tərəfə, indi Biləcərdən bu yana. Allah şükür Biləcərdən bu yana bütün dünya mədəniyyətini gətirməyə qadir olan bir xalqıq. Bəli. Eynən. Dünya ədəbiyyatının ən gözəl nümunələrini tərcümə eləmiş. Pisdir, yaxşıdır, yox. Təkcə müstəqillik dövründə yox, elə ondan əvvəlki dövrlərdə gətirmişik. Bu onu göstərir ki, biz görməyə, öyrənməyə, düşünməyə, atalarımızın sözü var, gör götür dünyasına çox böyük meyilliyik və kənara çıxanda da hər yeri öz xalqımızın milli mənəvi dəyərləri baxımından dəyərləndiririk. Düzdür, yoxsa yox? Deməli, biz böyük xalqıq. Bir dənə maraqlı faktı deyim sizə. Çox şükür ki, mənim övladım Amerikada yaşayır, orada magistraturanı bitirib, doktoranturanı bitirib, Siz də tez-tez gedib gəlirsiniz, bilirik. eləyir, elmlər doktorudur və mən böyük qürurla deyirəm ki, bu təkcə mənim nəvələrimin qüruru deyil, elə bütün Azərbaycan övladlarının qürurudur. Mənim nəvəm Fatih Əliyev dünyanın bir nömrəli reytinqi olan Princeton Universitetinə qəbul olubsa, bu təkcə mənim uğurum deyil. Bu Azərbaycanın uğurudur. Kim deyirsə Biləcərdən o tərəfə keçməmişik, bu yalan sözdür. Oğlumun dediyi bir sözü deyirəm. Deyir, benzin doldurma məntəqəsində, Los Angelesdə dayanmışam, bir nəfər yerli adam öz dilində, Çumaş dilində, hansı dildə, o dilli qəbilənin dilində, öz dilində kimlənsə telefonla danışır. Yanında olan adamlar müxtəlif cür olur. Hansı dildə danışmağından asılı olmayaraq, hansı ölkədə yaşamağından asılı olmayaraq, deyir, İngilis dilində deyinir ki, buna bax, nə qədər geridə qalmış adamlardır. Dünyanın ən böyük ölkəsində ağızlarına gələn bir ləhcə ilə danışırlar, bizim dildə danışa bilmirlər. Bunlar o qədər keydirlər ki, İngilis dilini də lazımlı səviyyədə öyrənə bilməyiblər. Oğlum deyir, şahid idim, danışdı bu, qutardı. Qutarandan sonra dedi ki, siz bizə qonaq gəlmişsiniz, İngilis dilində danışır. Siz bizə qonaq gəlmişsiniz. Biz qolumuzu açdıq, sizi qəbul elədik. Sizə rahat olsun deyə biz sizin dilinizi öyrəndik. Gör, siz nə qədər ki millətsiniz ki, qonaq getdiyiniz evin sahibinin dilini öyrənməyə can çəkirsiniz. Mən məsələyə bu cür baxıram. Yəni, bir də deyirəm, dünya gör-götür dünyasıdır. Biz getməliyik, öyrənməliyik, görməliyik. O ki, qaldı o ədəbiyyat nümunələrinin yaranması filan. Mənim bu haqda düşüncələrim yenə fərqlidir. Rafiq müəllim, çox gözəl məqamlara toxunursunuz. Elə sizin düşüncələriniz də nəinki bizim üçün, tamaşaçılar üçün də əminəm ki, maraqlıdır. Ümumiyyətlə, bir dünya görüşünün inkişafı üçün çoxu deyir ki, ancaq oxumalısan. Bəzisi deyir ki, oxumadan gəzsən belə dünya görüşünün inkişafı. Siz nə də görürsünüz o dünya görüşünün inkişafını? Deyir, çox oxuyan çox bilmir, çox gəzən çox bilir misalını tez-tez eşidirik də. İnanın ki, oxumağın da, görməyin də, görmək tamam ayrı duyğudur. Görmək tamam ayrı duyğudur. İndi televiziya məkanına bir var, məni televiziyada görərlər, bir də var elə belə. İndi bir söz dediniz, mənim yadıma düşdü. Mənim o nəvələrim əvvəl ora gedəndə də çox darıxırdım. Allah'a şükür ki, bir virtual məkanda biraz özümə toxtaqlıq verdim ki, onda WhatsApp yox idi. Onda dedim ki, nə yaxşı Skype var. Mənim tələbələrimdən biri indi universitetin dosiyentidir. Deyək ki, ay Rafiq müəllim, WhatsApp-la insanı qucaqlamaq olmur axı. Maraqlı məqamdır. WhatsApp-la insanı qucaqlamaq olmur axı. Söhbət bundan gedir ki, görmək çox vacibdir. Oxumaq da çox vacibdir. Təcrübə çox vacibdir. Və ən vacib olan bir məsələ var. Bu məsələ də ki, gördüyünü öz eldə deyirlər, öz köynəyindən keçirdiyini gətirib əgər sən kiməsə bölüşməyəcəksənsə, kiməsə verməyəcəksənsə, bunun heç bir əhəmiyyəti yoxdur. Onda görməyin də əhəmiyyəti yoxdur. Yalnız sənin üçündür bu görmək. Mən belə də düşünürəm. Başqa sualınız, buyurun. Bizim sualımız yox, bizim istəyimiz odur ki, həmişə yazın, yaşayın, yaradın. Niyə? Çünki yazdıqlarınıza bir gözəl musiqi də bəslənir, mahnılar da oxunur. Əslində, Rafiq müəllim, bizim dediklərimizə, sualımıza o qədər əhatəli, o sözün, fikrin o tərəfinə də baxdınız, bu tərəfinə də baxdınız, bir neçə dəqiqə ərzində çox vacib mesajlar ötürdünüz. Çox sağ olun. Təşəkkür edirəm. Ən gözəl iş ondan ibarətdir ki, gərək ümumi şəkildə dünyanı fikirləşməyi bacarasan. Bəli. Bunu bacarmırsan, sən dünyanın bir zərrəsisən. Bir Nazim Hikmətin bir kəlamı yadıma düşdü.
O deyir ki, sizin sualınızın o üst qatında olan məsələdə, deyir, balım olsun, arısı gələr Bağdaddan. Biz yaxşı əsər yazsaq, onun sahibi gəlib çıxacaq. Biz sizə Onlar yaxşı yazanda biz də Sizə təşəkkür edirik. Çox Sizlə sağ bu olun, sabah Rəhman. Çox görüşdük. təşəkkür Amma edirik. sonda isə bu gecə səslənəcək. Elə dəyərli Rafiq müəllimin sözlərinə, Nalə Mimərmədinin gözəl bir bəstəsi və sonda gözəl bir Cəmilə mahnı. Həşimovanın səsindən, Səs Azərbaycandan. Mən çox şadam ki, o gözəl bir həyat qazanan həmin mahnı yenidən bir həyat qazanır. Sevə-sevə dinləyirik və tamaşaçılarla da sağollaşırıq. Sağ olun, Bugünlük bu sağ olun, qədər. sağ olun. Hələlik. Sabah görüşərik.